Hər kəsə salam, mən Mango və bu gün sizinlə birlikdə Minecraftda Warden əslində kimdir teoriyaları ilə qarşınızdayam. Deməli, Minecraft teoriyası olaraq mən Warden əslində kimdir seçdim. Düşünürəm ki, Warden əslində kimdir? Minecraft dünyasında ən qorxulu varlıqlardan biri Warden'dır. O adi moblara bənzəmir. Nə skeletdir, nə zombi, nə də enderman. Bəs sual budur. Warden hardan gəlib və onu kim yaradıb? Oyunda Warden yalnız Deep Dark biyomunda və End-City deyilən sirli xarabalıqlarda yaranır. Bu şəhərlər təsadüfi görünmür. Onlar çox qədimdir və bir vaxtlar burada yüksək inkişaf etmiş bir qəbilə yaşayıb. Divarlardakı nəhəng qara göy struktur xüsusilə qəribədir. Bir çox oyuncu düşünür ki, bu sadəcə dekorasiyadır, amma başqa ehtimal da var. Bu tamamlanmamış və ya bağlanmış portaldır. Ekrana şəkil qoydum. Bu o portal, deyirsən Minecraft Dungeons 2-də açılır. İçinə girə biləcək. Deməli, qədim Minecraft qəbiləsi Nether'a portal açmağı öyrəndi. Sonra End dünyasının keçidi tapdı, amma bununla kifayətlənmədilər. Daha təhlükəli bilinməyən üçüncü bir ölçüyə keçmək istəyirdilər. End-City'də gördüyümüz struktur həmin üçüncü ölçüyə açılan qapı idi. Portal aktivləşəndə hər şey səhv getdi. O biri tərəfdən naməlum enerji gəldi və həmin enerjidən yeni bir canlı yarandı, Warden. Warden'ın görünüşü digər moblardan tam fərqlənir. Sinəsində ruhlara oxşayan işıqlar görünür. Bu təsadüfi olmaya bilər. Teoriya budur ki, portal partlayış zamanı şəhərdə yaşayan insanlar həmin enerjiyə qarışdı və nəticədə bir qoruyucu canlı formalaşdı. O canlı Warden oldu. Bu da həm də izah edir ki, niyə Warden kör olsa da hər şey hiss edir. Çünki o normal canlı deyil. O vibrasiya və enerji ilə hərəkət edən başqa ölçü varlığıdır. Bəs niyə oyuncuya hücum edir? Çünki qədim insanlar portalı açaraq fəlakət yaratmışdılar. Warden isə həmin qadağan olunmuş yeri qorumaq üçün qalıb. Yəni sən End-City'yə girəndə xəzinə axtarmırsan. Sən qədim bir dünyanın məhv olunmasının səbəbinə yaxınlaşırsan. Bəlkə də The Warden bir canavar deyildir. Bəlkə də o Minecraft tarixində edilən ən böyük səhvin canlı nəticəsidir. Mən də elə bunu düşünürdüm ki, bəlkə də şey ola bilər. Minecraftın gələcək güncəlləmələrində biz Warden'ın portalını açmağı bəlkə aça biləcəyik. İçəri girəndə belə fərqli şeylər olacaq. Məsələn, Mr. Beast'in düzəltdiyi modda var idi, Warden modu. O çox qəşəngdir. Məncə onun kimi olacaq, eyni onun kimi olacaq. Amma tam dəqiq bilmirəm. Videomuz buraya qədər izlədiyiniz üçün çox sağ olun. Gələcək bölümlərdə baxım görüm nə teoriya yaradaram. Axtaracağım. Nəysə, sağlıqla qalın.